Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkədə güya 1932-ci ildən 2017-ci ilədək dövrlərdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödənişi ediləcəyi barədə paylaşılan video məlumat yalandır. Xəbər verilir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məlumat verilib. Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönəldirilir ki, burada dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq. Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın, məlumatda qeyd olunur. Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.